Bunun üçün səhiyyə.gov.az saytından tibb işçiləri, insan resursları, vakansiya elanları bölməsinə keçid etməlisiniz. Açılan pəncərədə təlimatlar bölməsində vəzifə seçiminə görə müsabiqə suallarına baxa bilərsiniz. Vakansiya elanlarını müəssisə və vəzifə seçiminə görə axtarış edə bilərsiniz. Vakansiya elanına müraciət etmək üçün ətraflı düyməsinə klikləməlisiniz. Açılan pəncərədə müraciət edəcəyiniz müəssisənin adı, müsahibənin növü, şöbə, vəzifə, ixtisas, vəzifə öhdəlikləri, əmək haqqı, elanın başlama tarixi, bitmə tarixi məlumatlarını nəzərdən keçirdikdən sonra müraciət et düyməsinə klikləməlisiniz. Siz elektron səhiyyədə digital loginə yönləndiriləcəksiniz. Digital logində sima rəqəmsal imza ilə və ya identifikasiya nömrəsi ilə daxil ola bilərsiniz. İdentifikasiya nömrəsi və şifrə məlumatlarını daxil etdikdən sonra daxil ol düyməsini klikləməlisiniz. Açılan pəncərədə əgər seçdiyiniz vakansiyaya müraciət edə bilməzsiniz, aşağıdakı siyahıda qeyd olunan vakansiyalara müraciət edə bilərsiniz. Məlumatını görürsünüzsə, deməli seçdiyiniz vakansiya sizin ixtisasınıza uyğun deyil. İxtisasınıza uyğun olan vakansiyalar cari aktiv vakansiyalar bölməsində yerləşdirilmişdir. Vakansiya elanına müraciət etmək üçün vakansiya haqqında ətraflı məlumat, müəssisə adı, şöbə, vəzifə, elanın bitmə tarixi məlumatlarını nəzərdən keçirdikdən sonra müraciət et düyməsini klikləməlisiniz. Açılan pəncərədə ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin fin nömrəsi, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi məlumatları sistem tərəfindən yüklənmiş olacaq. Digər məlumatlar elektron poçt ünvanı, mobil nömrə, yaşayış ünvanı, qeydiyyat ünvanı məlumatlarını siz daxil etməlisiniz. Məlumatları daxil etdikdən sonra sənədlərin yüklənməsi bölməsinə keçid etməlisiniz. Sənədlərin yüklənməsi bölməsində sənəd yüklə düyməsini klikləməlisiniz. Əvvəlcə sənədin növünü seçməlisiniz. Sənədin növü seçildikdən sonra fayl seçin düyməsini klikləməlisiniz. Tələb olunan sənədlərin ilk öncə növünü seçməklə faylları yüklədikdən sonra əlavə et düyməsini klikləməlisiniz. Daha sonra növbəti düyməsini klikləməlisiniz. Yadda saxla və göndər düyməsini kliklədikdən sonra siz həmin vakansiya elanına müraciət etmiş olursunuz. Müraciətinizin nəticəsi barəsində məlumat sizin həm mail ünvanınıza göndəriləcək, həm də mənim ərizələrim bölməsində müraciətinizin nəticəsinə baxa bilərsiniz.